Ani qərarla Xızıya getmək qərarına gəldik. Keçən videoda çox yazdılar ki, bəs anidən harasa çağırsalar necə olacaq? Yəni 9 saata gec yığır. Mən də gəldim Azərişığın sürətli şarjına. Hal-hazırda 38% zərətqamız var. Saat 18:55-i göstərir. Azərişığın yediyimi avtomobili şarja qoyuruq. Ayarlardan uzaq yol gedəcəyimizə görə buradan 100% eləyirik. Hətta burada soruşur ki, bir dəfəlik yoxsa həmişəlik açıq qalsın, yəni 100%-ə qədər dolmaq. Çünki Tesla'nın özü bildirir ki, günlük sürüşlərdə 80%-ə qədər kifayətdir. Biz də bunu bir dəfəlik eləyirik. Hal-hazırda artıq 100%-ə qədər dolacaq. 38% zərətqamız var. Sürətli şarjdan 1 saat 10 dəqiqə göstərir. 20:08-dir, 1 saat 10 dəqiqə keçdi. 99% avtomobilin şarjı 12 kW düşür, biraz gec yüklənir. 99%-dən bizə 479 km range verir. Bakıdan çıxıram, şarjım olub 94%. Qızın mərkəzindəyik, şarjımız olub 59%. Yüksəklik qalxdıq deyə. Ona görə şarjımız tez getdi, amma qaydanda enerji deyə avtomobil müəyyən qədər şarj edəcək. Altağaca doğru gedirik 51% zərətqa ilə. Yol qarlıdır hal-hazırda. Xızıdan çıxırıq artıq. Aşağı tərəfdəyik. Zərətqamız 45%. Bundan Bakıya getməliyik. Hal-hazırda 30% zərətqam qalıb. Xırdalana girişindəyik demək olar. Artıq Şamaxıdayıq. Şarjımız 27%. Və gəldim çatdım. Şarjımız 19%-dir. Totalda şarjdan bu yana 266 km sürmüşəm. Düzdür, klimat falan yandırmışdım. -2 dərəcədə sürmüşəm soyuq hava şəraitində. İndi isə avtomobili şarja qoyacağam 100%-ə qədər olsun.